Azərbaycanla Polşanı müqayisə elədiyimiz bu seriyamızda bugünkü mövzumuz gənclik olacaq. Hansı ölkədə gənc olmaq daha sərfəlidir və hansı ölkədə gənclər üçün daha çox şərait yaradılır? Bu videoda onları danışacağıq. Hər iki ölkənin də gənclərinə baxdığım zaman çox rahatlıqla demək olar ki, Polşada gənclər üçün daha çox şərait yaradılıb deyərdim. Misal da çəkməyə ehtiyac qalsa, mən vergi sistemini misal çəkə bilərəm. Polşada gənclər üçün vergi sistemi çox gözəldir. Səhv eləmirəmsə 24-25 yaşına kimi vergidən azaddılar ki, yəni 18 yaşından əgər kimsə çalışmağa başlasa və 24-25 yaşına kimi artıq düşünürəm özü üçün çox şeylər eləyə bilər bu həyatda. Lakin Azərbaycandakı gənclər üçün Polşada ayrılan diqqətini düşünürəm ki, heç yarısı da ayrılmır. Məndən bir sual soruşsaz ki, yenidən dünyaya gəlsəm hansı ölkəni seçərəm? Mən tam səmimi deyirəm ki, Azərbaycanı seçərəm. Səbəbləri də çox yaxşı səbəblərim var. Bu videonu da hələlik burada saxlayıram. Çünki bu çox dərin bir mövzudur və bir dəqiqəlıq izahla biz bu mövzunu qiymətləndirə bilmərik ki, hansı ölkə bu mövzuda daha yaxşıdır. Amma bu mövzuda daha uzun bir şəkildə danışacağıq. Hələ ki, heç bir ölkəyə bu mövzuda xal verməyəcəm. Bir miqdar danışdım, hər iki ölkədən də gənclərin vəziyyəti nə yerdədir. Lakin dediyim kimi, bu mövzunu burada bitirmirəm. Gələcəkdə daha ətraflı bu mövzuya qayıdacağıq.